Təxminən 60-70 il öncə Azərbaycanda çəkilmiş maraqlı bir filmdən qısa bir fraqmenti birlikdə izləyək. Ata, bu məsələni eləmişəm, amma cavabı düz çıxmır. Valla sənin məsələn elə həmişə düz çıxmır da. Uşaqlarda təqsir yoxdur. Müəllimləri çətin məsələlər verir. Yaxşı, ver bura görüm nə varmısan. Burada nə var abala? Deməli bir borudan hovuza 10 ton nöğüt tökülür. 10 ton. O biri boru ilə hovuzdan 7 ton nöğüt atır. Videonu burada saxlayaq. Məni düşündürən burada başqa bir məsələ var. Bu film dediyim kimi təxminən 1958-68-ci illərdə çəkilib. Maraqlıdır ki, həmin dövrdə məktəblərdə istifadə olunan bir çox riyaziyyat sualları bu gün də dərsliklərdə və vəsaitlərdə öz əksini tapır. Mən də bu məsələni araşdıranda maraqlı bir nəticəyə gəldim və ümumiyyətlə bu tip sualların, ümumiyyətlə hovuz, boru, daha sonra fəhlə, usta və buna bənzər digər sual tiplərinin kökənlərini həmişə axtarırdım və bu sualıma öz dissertasiyamı araşdırarkən cavab tapdım. Mənim dissertasiyam Leninist və Stalinist təhsil politikaları idi və orada araşdırarkən gördüm ki, Sovet təhsil sistemində şagirdlər əsasən sənaye və planlı iqtisadiyyat üçün hazırlanırdı. Ona görə də işçi, fəhlə, boru, zavod, məhsuldarlıq, əmək bölgüsü, birgə iş kimi mövzular riyaziyyat məsələlərinin əsas qəhrəmanlarına çevrilmişdi o dövrdə. Bu suallar təbii ki, öz dövrü üçün məntiqli ola bilərdi, amma əsas sual budur. 2026-cı ilin uşaqları hələ də 1958-68 və yaxud təbii ki, Leninist və Stalinist təhsil politikaları dövründə, onların yaşadıkları dövrdə tərtib olunan suallarla mı düşünməlidir hələ də bizim övladlarımız? Bugün dünya dəyişib, artıq biz uşaqları yalnız işçi kimi deyil, təşəbbüskar ruhlu, yaradıcı, problem həll edən, layihə quran, startup düşüncəsinə sahib fərdlər kimi yetişdirmək istəyirik. Çünki suallar sadəcə biliyi formalaşdırmır, suallar eyni zamanda uşağın dünyaya baxışını, onun ən əsas da belə deyərdim ki, dünya görüşünü formalaşdırır. Əgər bir uşaq hər gün yalnız borularla, fəhlələr və məhsuldarlıq haqqında düşünürsə, onun zehni bir istiqamətdə inkişaf etmiş olacaq. Amma əgər tətbiq hazırlayan uşaqlar, robot layihələri, sosial təşəbbüslər, süni intellekt və yeni ideyalar haqqında düşünərsə, təbii ki, övladlarımız başqa istiqamətdə inkişaf etmiş olacaqlar. Burada əsla və əsla hər hansı bir peşə sahiblərinə mənim mənfi bir rəy bildirmək niyyətim yoxdur. Sadəcə məsələnin məntiqini göstərmək istəyirdim burada. Məhz buna görə də biz Lambda Nəşriyyat evi olaraq istər əvvəlki nəşrlərimizdə, istər yeni nəşrlərimizdə sual nümunələrimizi tərtib edərkən buna xüsusi olaraq diqqət edirik ki, uşaqlarımız, yəni övladlarımız bizim suallarımızı oxuyarkən sadəcə riyazi biliklər deyil, eyni zamanda onların xarakterlərini, onların dünya görüşünü də inkişaf etdirən suallar olsun. Elə onlardan birini mən 5-ci siniflər üçün ən son yazdığım suallardan birini sizlər üçün oxuyacağam. Deyir ki, Jules Verne'in Aya Səyahət kitabını oxuyan Xalid kosmosa böyük bir maraq göstərməyə başladı. O öyrəndi ki, yerlə ay arasındakı məsafə təxminən 384.467 kilometrdir. Xalid bu məsafəni yaddaşında saxlamaq üçün minliklərə qədər yuvarlaqlaşdırsa, aşağıdakı ədədlərdən hansı alınır? Yəni, bu sualla biz uşaqlara kitab oxumağı, müəllifləri tanımağı və oradan, yəni bədii bir əsərdən informativ bir biliyi götürməyi və eyni zamanda riyaziyyatı daha çox həyata tətbiq etmə bacarıqlarını da formalaşdırırıq. Yəni, əgər biz çox vaxt mənim də özümün tətbiq etdiyim bir üsuldur bu. Hər hansı bir rəqəm mənim yadımdan çıxırsa, böyük bir rəqəmlərdən təbii ki, söhbət gedir. Onu yuvarlaqlaşdıraraq yadımda saxlayıram. Və bu kimi suallardan təbii ki, bir çoxunu bizim nəşrlərimizdə də görə bilərsiniz. Bizim əsas məqsədimiz odur ki, gələcəyin formalaşan övladları bizim nəşrlərimizlə birlikdə daha da dünya görüşlü, daha da sahibkar ruhlu insanlar olaraq yetişsinlər. Ümid edirəm ki, digər müəlliflər də suallar tərtib edərkən bu hissələrə xüsusi olaraq diqqət edəcəklər ki, övladlarımız dediyim kimi sahibkar ruhlu insanlar olaraq gələcəyimizə yön verə bilsinlər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Başqa fikirləriniz, bu videoyla bağlı fikirləriniz varsa, kommentlərdə bildirə bilərsiniz.